Salam əziz izləyicilərim, sizi yeni bir videomdan salamlayıram. Bu günləri hazır yuxadan içi pendirli dürüm hazırlayacağım. Belə deyim, belə bir yuxa almışam Araz marketdə. Yəni hər bir mağazin, belə deyim, marketlərdə var. Onlardan hazırlayacağım. Pendiri ovuçlamışam qızlar. Bizim uşaqlar xoşlayırlar bunu. Ona görə də tez-tez edirəm. İndi hazırladım. Həm hazırlayıb bu günləri soyuducuya qoyacağam. Belə səhər oğlumun ad günü olduğu üçün ona görə hazırlayıb soyuducuya da yığacağam. İndi axşama da hazırlayacağım. Uşaqlar sevirlər. Dedilər ki, ana indi də hazırla. Ona görə də indi hazırladım. Pendiri ovuçladım qızlar. Üzərinə də mən çüyüt əlavə edirəm. Duz atmıram çünki pendir duzlu olduğu üçün mən pendirə yəni duz qatmıram. İstəsəniz zövqə görədir. Yəni pul biber vura bilərsiniz. İstəsəniz də vurmaya bilərsiniz. Bizim uşaqlar istəmədi deyən, ona görə də mən vurmadım. Bir dəstə şüyüt götürdüm. Yəni pendirə tökmək üçün şüyüt vuracağam. Başqa göy istifadə etmirəm. Yəni mən hər zaman belə edirəm. İndi bilmirəm. Zövqlər müxtəlifdir. Bəlkə deyərsiniz başqa göylərdə tökülsə daha yaxşı olar. Amma mən şüyüt, yəni bildiyim qədərində şüyüt tökülür. Şüyüt məsləhət bilərdim. Çünki şüyüt daha dadlı edir, belə deyim. Xırda-xırda doğradım. Pendirin üzərinə tökəcəm və fətirləri yağlamadan heç bir yəni belə deyim kəsib dürüm formasında büküb qızardacağam. Sizlər necə? Sizlər də sevirsinizmi? Mən düzdür, bizim uşaqlar bilinçik, özüm bilinçiki sevirəm, amma uşaqlar bilinçiki sevmirlər. İndi bilinçik etmişəm, soyuducuya atmışam. Səhər onu da qızardaram. Yəni belə deyim, xalodunu kimi, yəni masaya verərəm. Bizim uşaqlar bilinçik yemədikləri üçün ən çox belə yəni pendiri hər nəsə varsa da onu daha çox sevirlər. Ona görə də elə dedim bundan da olsun, həm də fərqli bir nəsə olsun masada. Ona görə də hər ikisindən də etdim. Üzərinə yəni şüydünü tökdüm, qarışdırıb yaxşı-yaxşı qarışdırırıq qızlar. Altı hissəsindən də düzdür, mənim qabım belə deyim balaca oldu. Böyük qabda istəsəniz böyük qabda edib rahat edə bilərsiniz. Mən sevirəm. Yəni hansısa bir yəni süfrə açanda, masada fərqli ən çox yeməkdən də çox mən belə deyim necə deyə bilərəm, suxoy yeməkləri daha çox xoşum gəlir. Stolda elə bil ki, suxoy yeməklər daha fərqli görsənir. Daha yəni stola yaraşıq verir. Gördüyünüz kimi belə qarışdırdım. Qoyum qırağa, fətirləri kəsim. Başlayaq sizlərlə birlikdə bükək. Kəsdim qızlar belə 3 bucaq şəklində. Yəni onu siz necə istəsəniz edə bilərsiniz qızlar bunu. Bəzən elə olur ki, uzunsov formasında kəsib bizim zonada belə deyim 3 qulaq deyirlər, 3 künc deyirlər. Elə də etmək olar, amma mən belə dürüm formasında etdim. Uşaqlar belə sevdiyi üçün belə etdim. Sabahları soyuducuya qoyduğumu səhər qızardacağam, amma bu günləri yəni soyuducuya qoyduğumu isə səhər, yəni səhər süfrəyə verilməmişdən qabaq qızardacağam. Birinci də onu da təzə-təzə edəcəm. Çünki mən belə deyim, istəyirəm ki, təzə-təzə olsun. Yoxsa indi edərdim, qoyardım soyuducuya. Düzdür, sonra mikronovkaya qoyub qızdırmaq olar, amma elə istəmədim. Dedim ki, səhər yəni süfrəni açmamışdan 1-2 saat qabaq hazırlayar, yəni qızardaram, belə qoyaram süfrəyə. Sizlər də belə edib soyuducuya qoyursunuzmu qızlar? Fikirləriniz mənim üçün maraqlı olar hər birinizin, yəni yorumlarda
mənim üçün maraqlı olar. Fikirlərinizi hər birinizdən gözləyirəm. Çünki belə edəndə adamın əlindən rahat tutur. Yəni həmin günü işimiz belə çox olur. Ona görə də elə mən hər zaman hazırlayıram belə soyuducuya atıram. İstər bilinçik olsun, istər belə ətli yəni dürümlər olsun, istər dolma olsun, yarpaq dolması. Düzdür, kələm dolması bir dəfə qoymuşam, amma çox qoymamışam. Hər zaman yarpağı edirəm, kotleti yarpağı edirəm. Əlimin altında rahat olur. Onda rahat oluram qızlar. Bilmirəm sizlər də eləsinizmi? Mənim üçün onda rahat olur. Tez bir vaxtda da yəni qızardılasıdırsa qızardıram, yəni bişəsidirsə də bişir. Onda mənə rahat gəlir. Ona görə də qoydum soyuducuya bugünkünü, amma qızardıb belə videoda sizlərlə paylaşacağam. İnşallah yəni düzdür, bu bir video olacaq, amma növbəti videolarım da olacaq. Onları da səs yazdıraram, yükləyərəm. Düzdür, biraz vaxt aparır, çətindir. İnşallah yəni tədricən növbəti videolarımda hamısını sizlərlə çəkib bölüşəcəm. Belə qızlar, sizlər də hazırlaşırsınızmı? Belə qabaqdan həmişə uşaqlarınızın ad günü olsun və yaxud da bayramlar olsun. Həmişə tək şad günlər olsun, xoş günlər olsun. Yəni düzdür, əziyyət də olsa, amma hər zaman tək o yəni belə işlərdə, xeyir işlərdə yorulaq. Həvəslə yəni mən hər zaman həvəslə hazırlayıram, yorulmadan, yorulsam da belə heç vaxt yorğunluğumu hiss elətdirmərəm ki. Çünki istər bayram olsun, istər qonaqlarım gələn vaxt olsun, istər ad günü olsun, yəni bu sevə-sevə, yəni nə edirəmsə də sevə-sevə edirəm. Mənə rahat olur. Bəzən elə olur ki, deyirlər ki, satın almaq bilinçikin xəmiri olsun, özü olsun, satın almaq daha sərf edir, daha yaxşıdır. Yorulmursan, rahat gedirsən, marketdən alırsan. Bilmirəm, sizlərin fikirləri necədir? Sizlər də fikirlərinizi yorumlarda gözləyirəm. Amma mən ona razı deyiləm. Çünki marketdən aldığımız ətin olsun tərkibini bilmirik. Amma özümüz evdə olanda bilirik ki, təmiz ətlə yəni özümüz təmiz edirik. Yəni bilincikdə düzdür, hazırlamaq çətin olsa da bəzən deyirlər ki, hazırlaya bilmirəm, çətindir. Amma indi bu dəqiqə yəni şükür Allaha, yəni YouTube var. Hər birimiz bilmədiyimiz nə varsa da onu YouTubedan götürürük. Yəni öyrənirik. Öyrənməmək yəni ayıb deyil. Mən elə başa düşürəm. Nəyisə bilməsək, hardansa öyrənib yəni hazırlaya bilərik. Bilmirəm, bəlkə də mənim fikrimlə yəni razılaşmazsınız. Deyərsiniz ki, köhnə fikirlisən. Yəni indi bu dəqiqə hər yerdə, yəni hər bir pişinti yerlərində hər bir şey olur. Hazır gedib alıram, yəni vaxt sərf eləmədən, yorulmadan. Amma belə deyim qızlar, əgər yorulmasaq da, məsələn onu sevə-sevə bişirməsək də, mənə elə gəlir ki, onun da bir ləzzəti olmaz. Bəlkə də mən yanılıram, amma mən öz düşüncəmi deyirəm. Yəni hərə öz fikirlərində azaddır. Mənim üçün evdə hazırladığım hər bir şey, yəni daha məsləhətli olar, daha yaxşı olar. Ona görə də hər zaman yəni çalışdığım qədər evdə hazırlayıram. Yəni alınma hər nə olur olsun, onu etmirəm. İnşallah bir günləri növbəti videolarımın birində sizlərlə xaçapuri hazırlayarıq. Düzdür, əvvəl etmişəm, amma bir müddətdir ara vermişəm, heç etmirəm. Amma yəni belə deyim, bir dəfə sizlərlə yenə bir video çəkərik, sizlərlə də xaçapurini bişirərik. Belə qızlar, mən hazırladım. İndi qoyum bunu soyuducuya, uşaqlara yenidən hazırlayıb qızardacağam. Onu qoydum soyuducuya, uşaqlara yəni axşam, yəni bu axşamlıq yeyə biləcəkləri qədərində qızardacağam. Çox gözəl qızardı qızlar. Deyərsiniz ki, bəzən görürəm ki, yəni dürümün uc hissəsinə mayonez vururlar, yağ vururlar, yumurta ağı vururlar. Amma heç nə vurmamışam, heç açılmadı da. Çox gözəl oldu, xırçırtılı.
İçərisinin də, pendiri çox belə, necə deyim, saqqız kimi dartıldı, rezin kimi dartıldı. Elə bir, yəni mənə xoş gəldi. İndi bilmirəm sizlər necə? Yəni düzəcəm, yəni açılmadan belə ağzı üstə o hansı ki bükdüyünüz hissədən ağzı üstə qoysanız açılmayacaq. Çünki birinci hissəni o hissədən qızardanda o hissə sonra açılmır. Nə də ki dağılmır qızlar. Çox gözəl oldu. Deyirsiniz ki pendir dağılır. Yox, elə də dağılmır. Yəni rahat bükəndən sonra pendir dağılmır. Pendirinizi də yəni sulu şəklində etməsəniz daha gözəl olar. Çünki içərisində sulanıb yağa necə deyim, açılıb tökülməsin. Quru pendir olsa daha yaxşı olar. Mən düzdür ev pendiri etmişəm. Yəni Holland pendiri etməmişəm. Adi sadəcə evdə olunan pendirdən etmişəm. Əlimin altında olan pendirdən. Amma sulu deyildi. Quru şəklində idi. İçərisinə də gördüyünüz kimi şüyüd doğradım. Yəni susuz şəkildə. Ona görə də nə fətirlərim cırılmır, nə də ki yağa sıçramır. Çox gözəl alındı. İstəsəniz sizlər də edə bilərsiniz. Düzdür, indi yəni asan bir yəni bir şeydir. Yəni satın alınma, yuxadan olunan hər bir marketdə var. Yəni yuxalardan siz də edə bilərsiniz. Deyirsiniz ki, burada nə var ki, yəni hasat bir yəni yeməkdir, hasat bir suxoy bir yeməkdir, belə deyim. Amma yəni bir video olaraq çəkdim, sizlərlə də bölüşdüm. Mən hər zaman belə videolara baxmağı sevirəm. Mən oradan bir nəticə olaraq bəzən elə olur ki, hansısa bir nəyisə bilmirəmsə də, hansısa bir videoda nəyisə öyrənmək mənim üçün eyib deyil. Ona görə də hər bir videolara baxıram, mənim üçün maraqlı olur. Hansısa bir videodan da nəsə götürürəm. Mən demirəm ki, mən burada nəyisə öyrədirəm, nəyisə yəni kiməsə nəyisə öyrətmək məqsədindən çəkirəm. Yox, sadəcə yəni çəkdim, sizlərlə də bölüşdüm, paylaşdım bir vloq olaraq. Çünki hazırlayırdım, axşama hazırlayırdım deyən, ona görə də elə dedim. Həm soyuducuya qoyacağam, həm də belə yəni hazırlayım, sizlərlə də bölüşüm. Belə qızlar. Bişdi, çox gözəl xırçıltılı, çox gözəl də aldı. İçərisi də yumşaq, yəni dadı da dadlıdır. Sağ olun qızlar, Allah amanında qalın. Növbəti videolarımda görüşənə qədər kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Fikirləriniz mənim üçün maraqlı olar. Çox sağ olun. Yenə deyirəm, mənim kanalıma abunə olmağı, like atmağı hər birinizdən gözləyirəm. Sağ olun. Allah amanında qalın.